Salam dəyərli müəllim və abituriyentlər, bu gün mən feilin qrammatik məna növlərindən məhsul növ və qayıdış növ haqqında danışacağam. Bəzən bu iki növ bir-biri ilə qarışdırılır. Buna isə səbəb hər iki növün eyni şəkilçilər vasitəsilə ıl-4, ın-4 və n şəkilçiləri vasitəsilə yaranmasıdır. Bu videoda biz həm məhsul növ haqqında ətraflı məlumat verəcəyik, həm də qayıdış növ haqqında ayrı-ayrılıqda məlumat verəcəyik. Eyni zamanda bu iki növü bir-birindən necə fərqləndirə bilərik, bu məsələyə toxunacağıq. Bu video məhz məhsul növ və qayıdış növ haqqındadır. Yəni feilin qrammatik məna növlərindən məhsul növ və qayıdış növ haqqında məlumat veriləcək bu videoda. Amma müəyyən məqamlarda məlum növə də toxunacağam. Mövzunun qızıl qaydanın izahına keçməzdən öncə qeyd edeyim ki, sentyabr ayından sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün dərs qruplarımız fəaliyyətə başlayır. Həmin qruplara qeydiyyat başlayıbdır və siz də ekranda göstərilən nömrənin WhatsApp-ına yazıb dərs qrupları haqqında ətraflı məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Qısa olaraq qeyd edeyim ki, bu dərs qruplarına qoşulanlar nələr əldə edirlər? Bütün mövzuların izahları verilir. Belə ki, fonetikadan üzü o tərəfə bütün mövzuları ətraflı şəkildə tam sıfırdan izah olunur. Bəzən sual verirsiniz ki, bəs mən sıfırdan hazırlaşmaq istəyirəm. Bu qrup mənə uyğundurmu? Bəli, uyğundur. Tam sıfırdan hazırlaşdırırıq. Belə ki, istər güclü müəllim bu qrupa qoşulsun, istərsə zəif müəllim bu qrupa qoşulsun. Yəni, bütün müəllimlərə tam sıfırdan dərslər tədris olunur. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin test toplusundan da tədris edilmiş hər bir mövzu ilə bağlı test tapşırıqları verilir və onların hər birinin izahı verilir və vərdiş yaratmaq üçün də müəyyən qədər vərdiş testləri, müəyyən mövzulardan vərdiş testləri sizlərə təqdim olunur. Həftəlik və aylıq sınaq imtahanları təşkil olunur ki, sizin həftə ərzində və eyni zamanda ay ərzində əldə etdiyiniz bilikləri biz yoxlayırıq və buna əsasən də biz öz yol xəritəmizi istiqamətlendiririk. Yəni, hansı istiqamətə gedək və necə uğura çataq, yəni bunu sınaqlar vasitəsilə müəyyən etmiş oluruq. Eyni zamanda bu dərs qrupuna qoşulanların sual vermə imkanı olur. Belə ki, sual-cavab WhatsApp qrupumuz olur ki, həmin qrup müəyyən saatlarda aktivləşdirilir və siz mövzu ilə bağlı, testlərlə bağlı öz suallarınızı verə bilərsiniz. Düşünmürəm ki, hər hansı bir sualınız yaransın, çünki bütün mövzular, bütün testlər elə formada izah olunur ki, hər hansı bir sualınız yaranmır. Amma deyək ki, yarandı, bu halda həmin WhatsApp qrupuna öz sualınızı verə bilirsiniz. Bu dərs qruplarının ən özəl cəhətlərindən biri də yeni çərçivə sənədinə uyğun olmasıdır. Belə ki, yeni çərçivə sənədində artıq mətn tapşırıqları, yəni oxuyub anlama ilə bağlı mətn tapşırıqları, mətn testləri daha çox istifadə olunacaq yeni sertifikasiya imtahanında, ikinci mərhələdə və bütün bunların nəzərə alaraq xüsusi mətn tapşırıqları, yəni dərsin müəyyən hissəsində xüsusi mətn tapşırıqları sizlərə öyrədiləcək. Yəni, mətni necə işləyə bilərik, məsələn, mətnin başlığını necə tapa bilərik və ya sətr altı mənanı necə müəyyənləşdirə bilərik. Yəni, bunlarla bağlı dərslərimiz olacaq. Eyni zamanda xüsusi mətn sınaqlarımız olacaq ki, siz mətnlərlə də rahatlıqla işləyə biləsiniz. Yəni, mətn testlərinin də öhdəsindən gələ biləsiniz. Son olaraq qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Eyni zamanda video sizlərə faydalı olarsa, videonu bəyənməyi, rəy yazmağı və videonu öz yaxın həmkarlarınızla da paylaşmağı unutmayın. Nə qədər çox abunə gələrsə, bir o qədər çox sizə dəstək olacaq. İndi isə başlayaq mövzumuzun izahına. Məhsul növ feillər. Məhsul növ feilləri bilməkdən ötürü başlıca şərtimiz odur ki, biz birinci qayda olaraq bilməliyik ki, bu üç şəkilçi mütləq şəkildə olmalıdır. Yəni, ıl-4, ın-4 və n şəkilçisi mütləq şəkildə olmalıdır. Əgər bu üç şəkilçidən hər hansı biri yoxdursa, mən orada məhsul növ axtara bilmərəm. İstəyir işi başqası görsün, işin necə görülməyindən asılı olmayaraq, əgər bu üç şəkilçidən hər hansı biri yoxdursa, mən orada məhsul növ axtara bilmərəm. Axtarmamalıyam. Bu bizim birinci qaydamızdır. Yəni, birinci qayda olaraq yadınızda qalsın ki, ıl-4, ın-4 və n şəkilçiləri mütləq şəkildə məhsul növ hesab etdiyimiz sözün tərkibində olmalıdır. İkinci şərtimiz isə artıq işi görən məlum olmasın, yəni məhsul olsun. İndi gəlin nümunələr üzərində baxaq. Məsələn, qeyd edirəm ki,
Arif tanındı. Tanındı sözünə baxırıq. Sözün kökü nədir? Tanı. Düzdürmü? Sözün kökü tanıdır. Tanı sözündən nə yaranıb? Tanınmaq. Düzdürmü? N burada şəkilçidir. D da qrammatik şəkilçidir. Birinci şərtimiz ödəndimi? Bəli, ödəndi. Baxın, N şəkilçisi var. Bu birinci şərt. İkinci şərt. İşi görən məlum olmasın. Arif tanındı. Arif tanındı. Arif kim tərəfindən tanınıb? Bilmirik. Bilmədiyimizə görə deyirik ki, məhsul növdədir. Yəni, Arifin kim tərəfindən tanındığı məlum deyil, məhsuldur. Ona görə də Arif tanındı da. Tanındı sözü məhsul növdə olan feildir. Nəyə görə? Birinci şərti ödədi. Tərkibində həmin şəkilçilərdən biri var. Eyni zamanda işi görən məlum deyil. Yəni, məhsuldur. Aha. Başqa bir nümunəyə baxaq. Sahə sulandı. Sözün kökü nədir? Su. Sudan sula yaranarmı? Bəli, yaranar. Sahəni həqiqətən də sulaya bilərik. Demək ki, la iki hissəyə parçalandı. Lan şəkilçisi iki hissəyə parçalandı. Lan şəkilçisi o zaman iki hissəyə parçalanır ki, onu biz la üstəgəlini formasında maq şəkilçisi artırmaqla parçalayırıq. Yəni, sulamaq deyə bilirəmmi? Bəli, deyə bilirəm və bu söz də var dilimdə. N leksik, D da qrammatik şəkilçidir. Yəni, lanı ona görə parçaladım ki, sahəni sulamaq olur. Yenə də şəkilçimiz var. Baxın, N şəkilçisi var. Yəni, birinci şərtə uyğundur. Və sahəni kim sulayıb? Təbii ki, sahə özü-özündən sulanmaz ki, onu sulayan var. Amma onu kim sulayıb? O bizə məlum deyil, məhsuldur. Həm birinci şərt ödəndi, həm də ikinci şərt ödəndi. Demək ki, sahə sulandı ifadəsində sulandı sözü məhsul növ feildir. Bəzən məhsul növü müəyyənləşdirmək üçün biz birinci şərti unuduruq, yəni şəkilçini axtarmırıq. Kök və şəkilçi anlayışı, baxın, məhsul növ feillərdə ümumiyyətlə feilin qrammatik məna növlərində bizə daha çox lazım olacaq. Bəzən birinci şərti unuduruq və sözü kök və şəkilçiyə ayırmadan ikinci şərti əsas götürərək, yəni işi görən məlum olmasın deyərək məhsul növ adlandırırıq. Bu da həmin sözün yanlış təhlil edilməsinə gətirib çıxarır. Bəs nə etmək lazımdır? Təbii ki, birinci növbədə məhsul növü ümumiyyətlə feilin qrammatik məna növlərini müəyyənləşdirərkən həmin sözləri kök və şəkilçiyə ayırmaq lazımdır və həmin növün şəkilçisini axtarmaq lazımdır. Daha sonra həmin növün məzmununa baxmaq lazımdır. İşi görən məlum olmasın, yəni məhsul növdə olduğu kimi işi görən məlum olmasın, yəni məhsul olsun. Bir nümunə yazaq. Məsələn, yazıram ki, su dağıldı. Düzdürmü? Su dağıldı. İlk baxışdan deyə bilərsiniz ki, su kimsə tərəfindən dağılıb, amma mən onun kim olduğunu bilmirəm. Demək ki, məhsul növ feildir. Yəni, bu formada yanaşıb yanlışlıq eləyə bilərsiniz. Baxın, sözün kökü, yəni birinci şərtimiz nə idi? Sözü kök və şəkilçiyə ayırmaq lazımdır və şəkilçini müəyyənləşdirmək lazımdır. Yəni, bu üç şəkilçidən hər hansı biri varmı, yoxmu? Buna mütləq şəkildə baxmaq lazımdır. Baxaq, sözün kökü dağ olarmı? Xeyr, olmaz. Çünki dağla dağlı arasında məna yaxınlığı yoxdur. Yəni, bununla bağlı biz söz yaradıcılığında məlumat vermişik. Sözün kökü oldu dağıl. Dağıl sözündən sonra da dağıldı sözü formalaşdı. Baxın, burada ıl şəkilçisi varmı? Yoxdur. İlk baxışdan ıl bizim diqqətimizi çəkir və məzmuna da baxanda görürük ki, işi görən məlum deyil. Yəni, elə bizə gəlir ki, məlum deyil. Eyni zamanda orada ıl şəkilçisi var və belə olan halda biz götürürük məhsul növdə olan feil. Amma bu yanlışdır. İlk növbədə, bir daha qeyd edirəm, həmin sözü kök və şəkilçiyə ayırmaq lazımdır. Daha sonra şəkilçi varmı, yoxmu? Bunu tapandan sonra həmin növün məzmununa
fikir vermək lazımdır. Məhsul növdə məsələn işi görən məlum olmasın. Yəni bu məzmuna fikir vermək lazımdır. Yəni biz belə yanaşırıq və bu yanlışlığa gətirib çıxarır. Yəni yanlış edirik. Yəni şəkilçini kənara atırıq, işin məlum olması ilə tapırıq və bu da yanlışa gətirib, yəni sözü yanlış təhlil etməyə gətirib çıxarır. Şəkilçini kənara atırıq, işin məlum olmaması ilə tapırıq və ya kök və şəkilçiyə ayırmırıq. Belə tapmaq doğru deyil, belə tapmaq olmaz. Ona görə də mütləq şəkildə birinci növbədə sözləri kök və şəkilçiyə ayırmaq lazımdır. Daha sonra məzmuna fikir vermək lazımdır. Eyni zamanda burada üçüncü bir şərt var ki, hansı ki təsirsiz, təsirli anlayışları var ki, amma bu anlayış bizə o qədər də vacib deyil. Əsas baxın bu iki şərt önəmlidir növlərdə. Yəni şəkilçi ödənsin, digər tərəfdən isə məzmun, məna ödənsin. Bir qayda deyim, bu o qədər də tam yaxşı qayda olmasa da, hardasa işinizə yarayacaq deyə düşünürəm. Gördünüz, tapa bilmirsiniz, variantınız yoxdur, yəni sözün tərkibində hər hansı bir növün şəkilçisi yoxdur, onda o sözü atın məlumun üstünə. Qorxmayın, düz çıxacaq. Çünki növlərdən hər hansısa birinin şəkilçisi yoxdursa, o məlum növdür. Baxın, burada biz məhsul növün və eyni zamanda qayıdış növün, digər növlərin şəkilçilərini görmürük. Görmürüksə demək ki, məlum növdür. Yəni burada oldu məlum növ. Yəni qayda budur ki, bu şəkilçilərdən, yəni növlərin şəkilçilərindən hər hansısa biri yoxdursa, onu görmədisə, onda o olur məlum növdə. Gəlin başqa bir nümunələrə nəzər salaq. Qeyd eləyirəm ki, güllə açıldı. Sözün kökü nədir? Aç. Açmaqdan açıl sözü yarandı. Bu da qrammatik şəkilçidir. Düzdürmü? Biz indi bu sözü məhsul növdə götürə bilərikmi? Bəli, götürə bilərik. Çünki birinci tələbə uyğun olaraq şəkilçi var. Baxın, bu şəkilçidir. Var və ikinci tələbə uyğun olaraq da işi görən məlum deyil. Yəni güllə açılıb və kim tərəfindən açılıb biz onu bilmirik. İndi deyə bilərsiniz ki, bəlkə tüfəng xarabidir və güllə öz-özündən açılıbdır. Bu istisna bir haldır. Yəni tüfəng hər zaman xarab olmur ki. Müasir Azərbaycan ədəbi dilinin qrammatikası ümumi qaydalara əsasən tərtib olunubdur. Yəni güllə normalda necə açılır? Təbii ki, əlimiz tətiyə dəydikdə. Yəni özümüz tətiyə basdıqda güllə açılır. Yəni tüfəng xarab olanda, nadirən hardasa tüfəng xarab olur və güllə öz-özündən açılır. Bu adi hallarda, nadir hallarda baş verir. Yəni bunu ümumi qayda kimi götürüb deyə bilmərik ki, bu məhsul növ deyil. Il şəkilçisi var və güllənin kim tərəfindən açıldığı məlum deyil. Demək ki, bu söz məhsul növdədir. Başqa bir nümunə yazıram. Məsələn, gül açıldı. Gül açıldı. Sözün kökü açdı. Il leksikdir, d da qrammatik şəkilçidir. İndi gəlin baxaq. Gül özü özündənmi açılır, yoxsa gülü kimsə açırmı? Yəni o şəxs məlummu? Deyil. Baxın, gülü kimsə aça bilərmi? Yəni indi deyə bilərsiniz ki, bəlkə həqiqətən də gedib gülü məcburən açır. İndi nə məcburdur ki, gedib gülü o formada açasınız? Gözləyin vaxtı gəlsin, gül öz-özündən onsuz da açılacaq da. Yəni gül işi öz üzərində icra edir. Il şəkilçisi həm də məhsul, həm də qayıdış növdə var. İndi birazdan o haqqda danışacağıq. Yəni qayıdış növ haqqında danışacağıq. Orada ıl şəkilçisi var. İndi gülü kimsə açırmı? Xeyr, gülü kimsə açmır. Gül işi öz üzərində görür. Yəni gül özü özündən açılır. Demək ki, burada açıldı sözü olur qayıdış növ. Qayıdış növ feildir. Başqa bir nümunə yazaq. Məsələn, otaq bəzəndi. Sözün kökü bəzədir. Bəzən götürməyin bu sözü. Dilimizdə bəzə sözü var. Bəzəmək sözündən bəzənmək sözü və didə qrammatik şəkilçidir. Kök və şəkilçi ayıranda feilləri rahatlıqla müəyyən etmək üçün maqmək şəkilçisini artırmaq kifayət eləyirdi. Baxın, bəzəmək deyə bilirəmmi? Deyə bilirəmsə demək ki, bəzə sözün köküdür. Bəzənmək artıq burada n
leksikdir. Bəzəndimək deyə bilmədiyimə görə də qrammatik şəkilçisi olmuş oldu. İndi növ şəkilçisi varmı? Bəli, n şəkilçisi var. Məhsul növə oxşuyur. Otaq bəzəndir. Otaq kim tərəfindənsə bəzənib. Amma kim tərəfindən bəzənib, o mənə məlum deyil. Otaq işi öz üzərində də icra edə bilməz. Yəni, otaq öz-özündən bəzənə bilərmi? Bu insan deyil ki, öz-özündən bəzənsin. Məsələn, desəydik ki, qız bəzəndi, o zaman işi öz üzərində icra etmiş olardı. Yəni, qız özü bəzənir. Amma otaq özü bəzənə bilməz axı. Bəzənə bilmədiyinə görə demək ki, məhsul növdədir. Yəni, kim tərəfindənsə, kiminsə tərəfindən bəzənilibdir. Amma biz onun kim tərəfindən bəzəndiyini bilmirik. Demək ki, məhsul növdür. İndi gəlin qayıdış növ haqqında məlumat verək. Birinci qayda budur ki, mütləq şəkildə qayıdış növ feilləri axtarırıqsa, ıl üstü 4, ın üstü 4 və n şəkilçisi həmin axtardığımız sözün tərkibində olmalıdır. İkinci qaydamız isə budur ki, işi görən işi öz üzərində görsün. İşi görən işi öz üzərində görsün. Bax, bu ikinci qayda da ödənməlidir. Amma birinci qaydanı unudub ikinci qaydanı tətbiq edə bilərikmi? Xeyr. Mütləq şəkildə hər iki qayda ödənməlidir ki, biz o sözü qayıdış növ feil hesab edək. Həmçinin məhsul növdə də belədir. Yəni, şəkilçisi ödənməlidir. Daha sonra həmin növün məzmunu. Demək, qayıdış növ feilləri tapmaqdan ötürü birinci şərt bu üç şəkilçinin olmasıdır. Yəni, bu üç şəkilçi varsa, o sözün qayıdış növ olma ehtimalı yaranır. Qayıdış növü şəkilçisiz ümumiyyətlə təsəvvür etmək olmur. Yəni, birinci şərtin ödəndi, o zaman keçirsən ikinci şərtə. Yəni, işi görən işi öz üzərində görsün. Qayıdış növün tələbinə uyğun olaraq. Gəlin, nümunələr üzərində baxaq. Məsələn, qeyd edirəm ki, qarı deyindi. Sözün kökü nədir? D. D-dən nə yaranır? Deyinmək. Ay müəllim, orada y nədir? Y burada bitişdirici samit rolundadır. Çünki iki saitin yanaşı gəldi. Yəni, söz saitlə bitir, şəkilçisi də saitlə başlayır və orada y bitişdirici samit rolunu oynayır. Didə qrammatik şəkilçisidir. Sözün tərkibində şəkilçisi varmı? Bəli, var. İn şəkilçisi. Düzdürmü? Bu şəkilçisi həm də məhsul növdə var idi. Bəs yaxşı, mən hardan biləcəm ki, bu söz məhsul növdədir, yoxsa qayıdış növdə? Təbii ki, ikinci şərtə baxmaqla. İkinci şərtdə qayıdış növdə işi görən işi öz üzərində görsün deyir. Düzdürmü? Qarı deyindi. Qarı kiminsə tərəfindən deyinməyib ki, yəni kimsə o işi icra eləməyib ki, deyək ki, məhsul növdür. Qarı işi öz üzərində görübdür. Yəni, qarı öz-özünə deyinibdir. Demək ki, burada işi görən işi öz üzərində görür və olur qayıdış növ feil. İndi burada təsirlidən yaranıb təsirsiz olur anlayışı da var. Məsələn, nəyi sualına cavab verirsə təsirlidir. Deyindi, nə etdi artıq. Təsirlidən yarananda nəyi sualına cavab verir, nəyi, nəyi və nə et sualına cavab verəndə artıq olur təsirsiz. Yəni, təsirlidən yaranıb təsirsiz olur qayıdış növ feillər. Amma bu o qədər də bizə vacib deyil. Qeyd etdiyim kimi təsirli, təsirsiz məsələsi növlərdə o qədər də artıq lazım olmur. O qaldı artıq keçmişdə. Başqa bir nümunə yazaq. Məsələn, uşaq geyindi. Bir də qeyd edirəm ki, qız bəzəndi. Uşaq geyindi. Sözün kökü nədir? Geyinmək sözü. Geyinmək sözünə geyinmək didə qrammatik şəkilçisidir. Növün şəkilçisi varmı? Bəli, var. Yəni, in şəkilçisi burada var. Uşaq geyindi. Uşaq kiminsə tərəfindən geyinmir. Yəni, uşağı kimsə geyindirmir.
Uşaq geyindi. Uşaq özü geyindi. Baxın, məzmuna fikir verin. Uşağı kimsə geyindirmir ki. Uşaq özü geyinir. Yəni işi öz üzərində icra edir. Demək ki, qayıdış növ feildir. Qız bəzəndir. Bəzə sözün köküdür, n leksikdir, d də qrammatik şəkilçidir. Məsələn, bunun yanında biz bir də yazaq ki, otaq bəzəndir. Bayaq qeyd etdiyimiz söz, bayaq qeyd etdiyimiz ifadə bəzəndir. Sözün kökü bəzədir, n leksikdir, d də qrammatik şəkilçidir. Otağı bayaq kimsə bəzəmişdi və onu kim bəzəmişdi, biz onu bilmirdik. Ona görə biz bunu götürdük, məhsul növ feil. Qız bəzəndi. Qız bəzəndi birləşmə ifadəsində isə sözün kökü bəzədir və n leksik şəkilçisi var. İndi biz bilmirik ki, bu söz məhsul növ feildir, yoxsa qayıdış növ feildir. Qız bəzəndi. Qız işi özü icra etdi. Yəni onu kimsə bəzəmədi. İndi deyə bilərsiniz ki, bəlkə müəllim qız hansısa bir salonda bəzənib. İndi bu təkdən bir olan halda, 100-dən 1 olan halda biz bu qaydanı götürüb, bu istisnanı götürüb ümumi qaydaya təsir göstərə bilmərik. Bir daha qeyd edirəm, müasir Azərbaycan ədəbi dili ümumi qaydalara əsasən müəyyənləşdirilir. Qız bəzəndi. Qız normalda özü bəzənir. Yəni təsadüfi nadir hallarda qız salonda və ya digər hallarda bəzənə bilər, düzdürmü? Yəni işi özü icra elədi. Demək ki, şəkilçi var və məzmun baxımından da işi görən, işi öz üzərində görür. Demək ki, qayıdış növ feildir. Otaq bəzəndidə isə məhsul növ. Məhsul növ, burada isə qayıdış növ feil hesab olunur. İndi başqa bir nümunəyə baxaq. Baxın, biz bəzən məhsul növdə olduğu kimi qayıdış növdə də birinci qaydanı unuduruq. Yəni birinci qaydaya əməl etmirik. Yəni şəkilçisini axtarmırıq. Bu da bəzi yanlışlara gətirib çıxarır. Məsələn, qeyd eləyək ki, körpə ayıldı. Atam qocaldı. Körpə ayıldı. İlk baxışdan deyə bilərsiniz ki, körpə özü ayılıb, yəni işi öz üzərində görübdür. Tez qaçıb variantlarda da qayıdış növü axtarıb, qayıdış növü vuracaqsınız. Amma birinci şərti unutmaq olmaz axı. Birinci şərt budur ki, mütləq sözü kök və şəkilçi ayırmaq lazımdır. Sözün kökü ay olmaz axı. Ayla ayıl arasında yaxınlıq yoxdur. Ona görə də ayıl bir dəfəlik kökdür, d da qrammatik şəkilçidir. İlk baxışdan ıl şəkilçisini görüb, yəni məzmun baxımından düşünürsünüz ki, körpə işi öz üzərində görüb və ilk baxışdan kök və şəkilçi ayırmadan deyirsiniz ki, ıl da var da, yəni ılın orada olması sizin gözünüzü yanıldır. Və tez variantlarda qayıdış növü vurursunuz. Amma kök və şəkilçi ayıranda görürük ki, ayla ayıl arasında heç bir yaxınlıq yoxdur. Yəni məna bağlılığı yoxdur. Ona görə də ayıl sözün köküdür, d da qrammatikdir. Burada ıl yoxdur. Hər hansı məna növünün şəkilçisi yoxdur. Demək, hansı növdədir? Təbii ki, məlum növdə. Məlum. Yəni, d da hansısa bir növün şəkilçisi deyil də, deyək ki, o da hansısa növü yaradır. Ümumiyyətlə, feilin qrammatik məna növlərinin şəkilçiləri qrammatik deyil, leksikdir. Bunu da mütləq şəkildə yadınızda saxlayın. Atam qocaldı. İlk baxışdan deyə bilərsiniz ki, işi görən işi öz üzərində görür. Atamı kimsə qocaltmır, öz özünə qocalır və orada l şəkilçisini deyə bilərsiniz ki, məsələn, l-nı görəndə siz çaşa bilərsiniz. Sözün kökü qocadır, l leksik, d da qrammatik. Ay müəllim, l var da orada, yəni məzmun baxımından uyğun gəlir? Yox, uyğun gəlmir. Nəyə görə? Çünki, görün mən burada şəkilçilərin sırasında l qeyd etmişəmmi? N üstü 4 n formasında var, amma ıl üstü 4 l formasında yoxdur. Bu ıl şəkilçisidir, l deyil. Baxın, burada isə l şəkilçisi var. L şəkilçisi növün şəkilçisi deyil. Şəkilçisi deyilsə, hər hansı bir növün şəkilçisi də yoxdursa, demək ki, məlum növdür. Baxın, görürsünüz,
gözünüzü bəzən yanılda bilir. Yanılmamaqdan ötürü də mütləq şəkildə ilk növbədə sözü kök və şəkilçisi ayırın və birinci şərti yoxlayın, görək ki, növün şəkilçisi var ya yoxdur. İkinci isə məzmun və məna tələbinə diqqət yetirin. Gəlin başqa nümunə yazaq. Məsələn, hava qaraldı. Hava tutuldu. Hava qaraldı nümunəsində sözün kökü qaradır, düzdürmü? L leksikdir, d da qrammatik şəkilçisidir. İndi deyin görək, burada hər hansı bir növün şəkilçisi varmı? Əgər deyirsinizsə var, yanlışlıq edirsiniz. Çünki L şəkilçisi var və L da ümumiyyətlə növün şəkilçisi deyil. L da burada hər hansı bir növün şəkilçisi deyil. Qayıdış növdə L deyə bir şəkilçisi yoxdur, I var. Demək, hansı növdür? Təbii ki, məlum növ. Yəni, ilk baxışdan deyə bilərsiniz ki, hava qaraldı nümunəsində havanı kimsə gəlib qaraltmır ki, öz-özündən qaralır. İkinci qaydanı əsas götürərək gedib tez variantlarda qayıdış növü vura bilərsiniz. Və yaxud da gözünüz yanıla bilər, L formasında, yəni L şəkilçisinin I formasında görə bilərsiniz və ümumiyyətlə bu sizi birbaşa qayıdış növü apara bilər. Bunu etməməkdən ötürü, yəni yanlışlıq etməməkdən ötürü mütləq şəkildə sözü kök və şəkilçiyə ayırın. Demək oldu məlum növ. Tutuldu. Sözün kökü nədir? Tut. Tutmaqdan nə yaranır? Tutul. Du da qrammatik şəkilçisidir. Hava tutuldu. Burada mən qayıdış növün şəkilçisini görürəmmi? Il şəkilçisi, yəni il, ül. Ul versiyası var burada. Əla, birinci şərti ödədi. İkinci şərtdə isə işi görən işi öz üzərində görməlidir. Görək belədirmi? Hava tutuldu. Havanı kimsə gətirib tutmur ki, hava öz-özündən tutulur. Demək, işi görən işi öz üzərində görür. Və bu sözümüz olur, bu ifadəmiz olur. Qayıdış növ. Ulu gördüm, ikinci məzmuna, mənaya fikir verdim və salam dedim qayıdış növdə. Belə bir nümunə ola bilər ki, məsələn, gün çıxdı. Düzdürmü? Hava tutuldu kimi, yəni hava tutuldu ifadəsini görən müəllim, abituriyent tez öyrəşir ki, işi öz üzərində görüb də, demək ki, gün də çıxanda işi öz üzərində görür. Gedim qayıdış növü tap, vurum, burada yanlışlıq eləyəcək. Nəyə görə? Çünki çıx sözün köküdür, bu da qrammatik şəkilçisidir. Görün burada ıl üstü 4 və ya ın üstü 4 və ya n şəkilçisi varmı? Yoxdur ki, vəssalam, məlum növ. Da biz gedib orada deyə bilmərik ki, yəni ikinci şərti əsas götürüb deyə bilmərik ki, işi görən işi öz üzərində görür. Yəni birinci şərt ödənmir, vəssalam. Demək ki, o artıq qayıdış növdə deyil, məlum növdədir. Başqa bir nümunə yazaq, sonuncu nümunədir. Məsələn, quş qanadlandı. Sözün kökü nədir? Qanad. Qanadlamaq sözü var dilimizdə, qanadlamaq. Yoxdur ki, qanadlamaq, nəyi qanadlayırsan ki? Alovlamaq, nəyi alovlayırsan ki? Ruhlamaq. Bu tipli sözlərimiz yoxdur dilimizdə. Düzdürmü? Demək, la ayrıca bir şəkilçi kimi götürülmür. Lan və la şəkilçiləri o zaman parçalanır ki, yəni la üstəgəl n formasında ayrı-ayrılıqda, la üstəgəl ş formasında ayrı-ayrılıqda o zaman parçalanır ki, onu o tipli sözümüz var və yaxud da maq şəkilçisini artır. Qanadlamaq. İndi deyək ki, özünüzdən artırdınız və müəyyən qədər dil duyumunuz zəifdir və dediniz ki, hə, artırmaq oldu. Halbuki artırmaq olmur. Qanadlamaq deyir, necə artırırsan ki? Artırmaq olmur. İndi gəlin məzmun baxımından baxaq. Dilimizdə qanadlamaq sözü var. Yoxdur ki. Yoxdur deyə lan bir dəfənin leksik şəkilçisidir, d da qrammatik. Əgər olsaydı onda biz la ayrı, n ayrı leksik götürərdik və orada deyə bilərdik ki, hər hansı bir növün şəkilçisi var. Hal-hazırda olmadığına görə, demək ki, bu hansı növdür? Məlum növdür. Belə dəyərli müəllim və abituriyentlər, yəqin ki, bu video sizlər üçün faydalı oldu. Əgər bu tipli videoları kanalda görmək istəyirsinizsə, kanalımıza abunə olun, bildirişləri aktiv edin ki, növbəti günlərdə abituriyentlər üçün, müəllimlər üçün, yəni müəllimlərin işə qəbulu üçün və yaxud da sertifikasiya imtahanı üçün paylaşımlar eləyəndə
dərhal xəbərdar olasınız. Sonda isə bir daha qeyd edirəm, əgər sertifikasiya dərs qruplarına qoşulmaq istəyirsinizsə, qeydiyyat davam eləyir. Ekranda göstərilən nömrənin WhatsApp-ına yaza bilərsiniz. Həm dərslər haqqında ətraflı məlumat əldə edə bilərsiniz, həm də qeydiyyatdan keçə bilərsiniz.